Здравствуйте. Хорошо, давайте помолимся. Gəlin dua eləyək. Господь, Отец, мы благодарим Тебя за этот вечер. Rəbb Allahımız, biz sənə minnətdarıq bu axşama görə. Просим Твоего благословения на эти уроки. Sənin bu dərslər üçün xeyirdanı istəyirik. Дай нам мудрости, Bizə müdriklik ver. научи нас. Bizə öyrət. Просим Твоего помазания, Господь, Və sənin məhsini istəyirik, ya Rəbb. чтобы все, что мы слышим от Тебя. Ki, hər bir şey ki, eşidəcəyik, qoy səndən olsun. Просим также, чтобы те, которые сейчас идут, чтобы они вовремя могли прийти. Və dua edirik ki, o şəxslər ki, yoldadır, gəlirlər, qoy onlar vaxtında gəlib çıxa bilsinlər. Также те, которые хотят подключиться, чтобы они подключились. Və eləcə də o şəxslər ki, onlayn qoşulacaqlar, qoy qoşula bilsinlər. Просим, благослови этот урок сейчас. Xahiş edirik səndən bu dərsi xeyir-dua verəsən. Во имя Иисуса молимся. İsa Məsihin adı ilə dua edirik. Аминь. Amin. Хорошо. Так. Мы уже 2 урока проходим. Что? Администрация, Artıq biz 2 dərsdir ki, keçirik. организация, İdarə etmə, İşte- təşkilat организм, правильно? və eləcə də orqanizm. Да. И сегодня мы пройдем несколько вещей практичные, очень практичные для нашей команды. Və eləcə də bu günləri biz bir neçə dənə məqama baxacağıq ki, bunlar bizim komanda üçün çox praktikdir. Потому что если мы говорим об администрации, об организации, Çünki biz əgər administrasiya və orqanizasiya haqqında danışırıqsa тогда мы должны понимать, что там есть порядок и также личная дисциплина. və bunu başa düşməliyik ki, orada nizam, intizam var və şəxsi qaydalar var. И поэтому мы пройдем 5 вещей, 5 пунктов. Bu səbəbdən də biz 5 punkt keçəcəyik. Эти пункты говорят о том, что мы задаем себе вопросы Bu punktlar o barədədir ki, biz özümüzə suallar veririk и хотим понять, где мы. və anlamaq istəyirik ki, biz axı indi haradayıq. Хорошо? Итак, первый пункт. Birinci punkt, Как команда, komanda kimi где есть администрация и где есть организация, o yerdəki idarə etmə var və orqanizasiya var, təşkilat var. тогда мы должны правильно подходить к своему времени. Onda biz öz vaxtımıza düzgün yanaşmalıyıq. И поэтому задаю себе вопрос. Onun üçün özümüzə sual veririk. Как я использую свое время? Mən öz vaxtımı necə istifadə Я edirəm? думаю, что каждый из нас должен задавать эти вопросы. Düşünürəm ki, bizim hər birimiz bu sualı verməliyik. Это очень важно, потому что это делает команду эффективной. Çünki bu suallar komandanı effektiv eləyir. И Библия учит нас, чтобы мы могли искупать свое время. Və Bibliya öyrədir ki, biz vaxtımızı satın alaq. Хорошо, мы скажем о 2 отрывках Библии. Yəni indi Bibliyadan 2 bəndə baxacağıq. Может быть, сперва мы посмотрим Псалом 89. İlk öncə bəlkə biz Zəbur Psalom Это Псалом Моисея. bizdə Можно сказать, здесь говорится в 1 стихе, что это молитва Моисея. Musanın demək ki, Zəburudur. Bu nə idi? Neçənci bənd idi? 90. 90. 90. Aha. Не хотим говорить обо всех этих стихах, потому что, в принципе, должен быть контекст, но у нас времени мало. Bütün bu bəndlər haqqında danışmaq istəmirik, çünki vaxtımız da azdır və kontekst olmalıdır, yəni mövzu. И когда Моисей говорит в этом псалме, мы понимаем, что наше время в этом мире, оно очень ограничено. Və Musa bu məzmurda danışarkən biz anlayırıq ki, bizim bu dünyadakı vaxtımız çox məhduddur. И поэтому в 10 стихе он приводит различные примеры и то, через что люди проходят. Və o 10-cu bənddə ümumiyyətlə o demək insanların keçdiklərindən, həyatda yaşadıklarından danışır. И нам хочет показать, что в действительности мы летим. Və sanki bizə göstərmək istəyir ki, biz bax uçuruq.
И нам порой кажется, что у нас времени очень достаточно, Və bəzən bizə elə gəlir ki, bizim çox vaxtımız var. но на самом деле время очень короткое у нас, и оно практически летит. Və amma əslində vaxtımız çox qısadır və həmin o qısa vaxt da çox uçub gedir. И здесь от 10 стиха давайте прочитаем. Если вы захотите прочитать от начала, вы после этого можете сделать. Və 10-cu bənddən biz oxuya bilərik. Əgər istəsiz əvvəlcindən oxumaq, bəndin lap əvvəlindən onu eləyə bilərsiniz. После сделайте вы. Sonra dərsdən sonra eləyərsiniz, yəni indi yox. В 10 стихе. «Дней лет наших 70 лет, а при большей крепости 80 лет. И самая лучшая пора их труд и болезнь, ибо проходит bыстро, и мы lетим». 10-cu bənd. 70 il ömür sürərik. Sağlam olsaq 80-ə yetişərik. Ən yaxşı çağımız belə zəhmətlə, kədərlə keçir. Ömrümüz tez bitir, uçub gedir. И далее в 12 стихе говорится: «Научи нас так счислять дни наши, чтобы нам приобрести сердце мудрое». 12-ci bənd deyir ki, bizə öyrət nə qədər ömrümüz var, qoy qəlbimiz hikmətli olsun. Интересно. Нам нужно учиться, как мы можем исчислять свое время. Və bizə öyrənmək lazımdır ki, vaxtımızı necə hesablayaq. Понимаете? Это очень важно. Və bu çox Мы не vacibdir. можем пренебрегать этим временем, которое нам дано. Yəni bizə verilən vaxta biz biganə yanaşa bilmərik. Может быть, в нашей прошлой жизни до Христа, когда мы были еще неверующими, мы даже об этом и не думали. Bəlkə də bizim İsa Məsihə qədər, yəni xristian həyatına qədər olan həyatımızda biz bu haqqda fikirləşməzdik. Хотя и, может быть, есть люди, и они, наверное, есть, что думают, я должен успеть сделать это, то, третье, десятое. Hərçəndir ki, belə insanlar var ki, onlar hələ də fikirləşirlər ki, mənim bax bunu etməliyəm, o işi 3-cü, 5-ci, 10-cu, yəni Они tapşırıqlarımı. понимают, что у них осталось мало времени. Və onlar anlayırlar ki, onların vaxtları çox qısadır. Но в тот момент, когда мы пришли ко Христу, Lakin o zaman ki biz Məsihə мы yaxınlaşdıq понимаем, что у Бога есть удивительный план. və biz anlayırıq ki, Tanrının inanılmaz bir planı И var мы хотим быть частью этого плана. və istərdik ki, bu planın bir hissəsi olaq. И в этом плане можно сказать, что нет свободного времени. Və В bu хорошем смысле слова. sözün yaxşı mənasında, yəni bu planda bu boş-boşuna ötürülən vaxt yoxdur. Понимаете? Потому что у Бога нет как бы пробелов в плане. Yəni ki, Tanrının planında hansısa bir pauzalar olmur. То есть это не говорит о том, что, ой, да, теперь я должен работать 24 часа в сутки. Yəni bu o da deyil ki, mən indi 24 saat sutka ərzində işləməliyəm. И мы думаем, что это очень большое бремя. Как это теперь? Və biz düşünə bilərik ki, bu çox ağır bir yükdür, indi bu necə olacaq? Но это не так. Amma belə deyil. Бог призывает нас в свой отдых, в свой покой. Tanrı bizi öz istirahətinə dəvət eləyir И Он хочет, чтобы мы могли бы находиться рядом с Ним. və istəyir ki, onun yanında olaq, Чтобы мы могли познавать Его, Его волю. ki onun iradəsini anlayaq, Ходить с Ним по этой жизни. ki bax bu həyatda onunla bərabər gəzək И там нет пробелов. və orada da heç bir pauzalar И yoxdur. мы понимаем, что есть время, которое нам дано. Və biz anlayırıq ki, bizə verilən vaxt var И мы не хотим пренебрегать этим. və biz bu vaxtı da biganə deyilik. И поэтому Моисей понимал это, что он говорит 70 или 80, некоторые люди даже больше живут. Ona görə də Musaya görür ki, burada yazılır kimi 70 il, kimi 80 il, bəziləri biraz da çox yaşaya Но bilərlər. я хочу счислять свое время, Amma mən öz vaxtımı saymağı öyrənmək istəyirəm. научиться этому. Buna öyrənmək istəyirəm. Потому что теперь у меня новая жизнь с Богом. İndi məndə Tanrıda yeni həyat var. Я хочу понимать Его время для меня. Və budur onun mənim üçün olan zamanını mən anlamaq Потому istəyirəm. что это мне polезно. Çünki bu mənim üçün xeyirli olacaq. И когда я с Ним, я не теряю своего времени. Və o zaman ki mən onunlayam, mən öz vaxtımı elə boşuna xərcləmiş olmuram. И я уже не говорю, как, допустим, в мире люди говорят о том, что уже когда им уже перекинулось на ту сторону, да, то есть на поле 50 или 60 лет.
Və И они могут сказать, что ой, да вот время prolетело. və o insanlar ki, bu dünyada məsəl üçün də onlar həyatlarının yarısını deyək ki, 50 yaşdan artıq Уже ötüb də o ötüb də, tərəfə. yəni o üzə keçiblər və onlar deyə bilər, bax budur ya, indi vaxt uçub gedib. И они начинают жить воспоминаниями, и вспоминая, какие хорошие дни были тогда, или потом, или много воспоминаний бывает. Və onlar çoxlu bu təəssüratlarda, xatirələrdə yaşayırlar ki, necə də gözəl vaxtlar idi. И понимают, что больше невозможно вернуть это время. Və anlayırlar ki, artıq o vaxtları geri qaytarmaq olmur. А нас Бог пригласил в вечность. Amma Tanrı bizi isə əbədiyyata dəvət Мы не edir. жалеем о том времени, которое прошло. Və biz keçmişdə olan vaxt üçün təəssüflənmirik. Потому что мы знаем, что у нас есть вечность. Правильно? Çünki biz anlayırıq ki, bizim qabaqda əbədiyyatımız var. Но в то же время мы не пренебрегаем этим временем. Amma eyni zamanda da bax bu vaxt ki bizə verilib, biz onu ona barmaq arası baxmırıq. Но мы хотим знать каждую ситуацию, каждый как период времени в нашей жизни. Не хочу говорить секунды или минуты. Это немножко как звучит не так. Amma biz hər vaxt həyatımızın hər bir zamanını qiymətləndirmək Но istəyirik. мне нужно mudro подходить. Lakin mənə buna müdrikcəsinə yanaşmaq lazımdır. Второй отрывок, к которому нас ведет этот первый. Və ikinci bənd ki, ikinci parça ki, birincidən keçir ona. Это Ефесянам 5 главе. Bu Efeslərə 5-ci fəsildir. И здесь также Павел учит, Burada da Pavel чтобы öyrədir мы могли искупать свое время. ki, biz vaxtımızı satın ala bilək. И мы можем прочитать, то есть если мы говорим о контексте, Və əgər biz mövzu haqqında danışırıqsa bu barədə, мы понимаем, что Павел говорит, что есть вещи, которые должны меняться в нашей жизни. və biz görürük ki, Pavel deyir, həyatımızda müəyyən şeylər var ki, onlar dəyişilməlidir И они должны меняться. və onlar dəyişilməlidir. Есть мое влияние в обстоятельствах, на обстоятельства, и они должны быть влияемы. Və mənim Мое влияние. həyatımda olan hadisələrə təsirim var və bu təsir dəyişilməlidir əslində. То есть она должна влиять. Və o yəni ki, təsirli olmalıdır. Понимаете? Təsir əhatəm var ki, mənim təsirim onlara təsirli И olmalıdır. также мое влияние на других людей, Eləcə mənim təsirim başqa insanlara оно должно происходить. bu baş verməlidir. Понимаете? И поэтому, когда мы читаем этот отрывок, мы понимаем, что мы являемся светом в этом мире. Və biz bu bəndə onda oxuyanda biz görürük ki, biz bu dünya üçün nur olmalıyıq И мы нужны в этом mире. və biz bu dünyada lazımıq. Понимаете? Сейчас я скажу стихи. Да. Я пока говорю, это отрывок о чем говорит. Hələ ki bu parça haqqında danışıram mən. То есть наша жизнь должна меняться, Yəni həyatlarımız dəyişməlidir, обстоятельства должны меняться вокруг нашей жизни. həyatımızın ətrafındakı vəziyyətlər dəyişilməlidir. То есть мы также влияем на окружающих нас людей. Eləcə də bizim ətrafımızda olan insanlara biz təsir edirik. Yəni onlar da И dəyişilməlidir. если это есть, это должно произойти. Ver- Должно происходить в нашей жизни. Və əgər bunlar varsa, onda bunlar bizim həyatımızda baş Понимаете? verməlidir. И поэтому мы не смотрим сквозь пальцы на то время, которое нам дано. Buna görə də bizə verilən vaxta biz barmaq arası baxmırıq. И поэтому 14 стиха здесь говорится: Bunun üçün də 14-cü bənddə burada yazılıbmı? «Посему сказано, встань, спящий, и воскресни из мертвых, и осветит тебя Христос». Buna görə də belə deyilir: Ey yatan, oyan və ölülər arasından diril. Məsih sənin üzərinə nur saçacaq. И о чем говорит этот стих? Və bu bənd nədən danışır? Здесь говорится о том, что мне нужно проснуться. Burada deyilir ki, mənə oyanmaq lazımdır. То есть это также говорит о том, что мне не нужно бездействовать. Yəni ki, mənə hərəkətsiz olmaq olmaz.
Мне нужно проснуться. Mənə oyanmaq Мне lazımdır. нужна сила воскресения. Mənə dirilmənin gücü lazımdır. Бог дал это мне в своем совершенном плане. Tanrı öz kamil planında bunu mənə Бог дал verib. это обеспечение для меня. Tanrı bu təminatı mənə verib. И теперь, как я буду пользоваться этим? İndi mən bununla necə istifadə И edəcəm? первое, что говорит, потому что мы научились как бы в этом мире через свою культуру и через свою жизнь, что мне не нужно слишком много как бы думать об этом. Və birinci şey ki, bizdən baş verir, biz bu mədəniyyətdə, bu ətraf mühitdə ki, biz yaşayırıq, bizə lazım deyil ki, biz düşünürük, bizə lazım deyil bu haqda çox fikirləşmək. Но мы здесь видим, что Бог как будто в бок нас толкает, что «Эй, вставай, Amma хватит бездействовать». görürük ki, sanki burada Tanrı bizim böyrümüzə bir vurur ki, dur, bəsdir ki, boş-boşuna oturdun. И поэтому в 15 стихе говорится: «Итак, смотрите, поступайте осторожно, не как неразумные, но как мудрые, дорожа временем, потому что дни лукавы». Beləliklə 15-ci bənd yazıb, beləliklə həyat tərzinizə ciddi diqqət yetirin. Müdriklikdən məhrum olanlar kimi deyil, müdriklər kimi həyat sürün. Видите, здесь говорится о том, что, во-первых, слово, которое используется, говорит о том, о моей практической христианской жизни. Yəni buradakı bu söz mənim praktiki olan xristian həyatımdan Не danışır. просто я что-то должен взять и сделать, но Нет. это моя жизнь. Yəni elə yox ki, mən nəyisə götürüb eləyirəm, amma bu mənim həyatımın bir И hissəsidir. я должен задуматься об этом. Və mən bu haqda düşünməliyəm. Поэтому здесь говорится о том, что поступайте осторожно. Və buna görə də burada Öz- deyilir ki, ehtiyatla davranın. Относитесь к своему времени очень осторожно. Öz vaxtınıza çox ehtiyatla davranın. Второе слово, которое здесь используется, это осторожно. Və ikinci söz ki, burada istifadə olunur, bu ehtiyat И sözüdür. это акрипос. Акрипос. Akripos sözüdür. Это слово от слова вот это акробатика, да, акробат. Yəni akrobat sözündən gəlir bu. И поэтому мы знаем, акробаты, они очень точны в своих движениях. Они очень осторожны. Они ходят по этой, как бы сказать, по канатной doroşki вот это. Hə, yəni biz akrobatlardan bilirik ki, onlar öz hərəkətlərində çox ehtiyatlıdırlar. Nə vaxt ki, deyək ki, onlar kəndir üzərində gəzirlər və s. И поэтому мы должны быть в том времени, которое нам дано, мы должны быть ходить очень осторожно. Və bax, ona görə də bizə verilən vaxt ərzində biz çox ehtiyatla gəzməliyik. И как команда, Və bir Как- komanda kimi да, как церковь, где есть администрация и организация, və bir kilsə kimi o harada ki, idarə etmə və təşkilat kimi и мы, var. как члены Və команды, biz də bu komandanın üzvləri дополняя друг друга, bir-birimizi tamamlayaraq наша жизнь должна быть такой. bizim həyatımız bax belə olmalıdır Мы ki, очень осторожны, мы мудры, Biz- когда подходим к своему времени. öz vaxtımıza nəzərən çox ehtiyatlıyıq və müdrikik. Дорожа здесь говорится своим временем. Və burada yazıldığı kimi öz vaxtımızın qədrini bilirik. То есть искупая. Yəni ki, onu satın alırıq Это da. слово говорит искупать. Yəni almaq, onu Я geri искупаю almaq. свое время. Mən vaxtımı sanki geri alıram. Понимаете? Это время, оно было дано мне, но интересно, что я должен искупать его. Sanki bax bu vaxt mənə verilib, amma mən bu vaxtı satın almaq istəyirəm. Всякой ситуации. Hər bir vəziyyətdə məsəl üçün də bax biz bunu Использую, tətbiq здесь edirik. говорит слово о том, что я использую всякую возможность для этого. Və burada deyildiyi kimi elə bir mən hər bir imkanı istifadə edirəm bunun üçün. Видите? И мы видим, что слишком много так бы осторожности и слов. Что я должен делать Və biz сейчас? görürük ki, burada çoxlu ehtiyat edilən bir fikirlər var ki, mən indi nə etməliyəm? И 18 стих начинает открывать это. Və 18-ci bənd bunu bizə başlayır И там говорится: не açıqlamağa. упивайтесь вином, от которого бывает распутство, но исполняйтесь духом, назидая самих себя псалмами, славословием, песнопениями духовными, воспевая в сердцах ваших Господу, благодаря за все Бога Отца и Господа Иисуса Христа. Və 18-ci bənddən başlayaraq yazılıb ki, şərabdan sarxoş olmayın,
Bu sizi mənəviyyətsizliyə aparır. Bunun əvəzinə ruhla dolun. Bir-birinizə məzmurlar, ilahilər və ruhani nəğmələr oxuyun. Rəbbə ürəkdən nəğmələr çalıb oxuyun. 20-ci bənd həmişə hər şeyə görə Rəbbiniz İsa Məsihə aid adı ilə Ata Allaha şükür edin. Теперь вы видите, что мне нужно делать. İndi görürsüz, bax mənə nə etmək lazımdır? Вопрос, который я себе задаю. O sual ki mən özümə Что verirəm. я должен делать? Mən nə etməliyəm? Как я могу искупать свое время? Öz vaxtımı necə satın Как alıram? мое время может быть продуктивным? Mənim vaxtım necə bax bəhrəli ola bilər? Порой это как бы ошибка, когда люди только приходят в церковь, они пытаются что-то делать и вовлечься в sotni служений. Bax, bəzən belə bir səhvlər olur ki, insan yeni kilsəyə gəlir və çalışır ki, çoxlu xidmətlərə qoşulsun və çoxlu yerdə iştirak eləsin. И он думает, что теперь он занят. Və o düşünür ki, məsəl üçün o indi artıq məşğul insandır. Но здесь мы видим, что нам нужно искать волю Божью. Amma biz görürük ki, buradan biz Allahın iradəsini axtarmalıyıq. И нам нужно быть исполненным Духом, Və bizə lazımdır ki, ruhla dolu olaq размышляя, думая о Нем. və düşünərək, onun haqqında Учась fikirləşərək как Мария перед Его ногами. və Məryəm kimi onun ayaqları önündə oturaraq öyrənmək И lazımdır bizə. потом дальше мы видим в этой главе и в последующей практическая христианская жизнь во всех ее деталях. Və bu fəsildə və növbəti fəsillərdə biz görürük ki, praktiki xristian həyatı artıq onu öyrənməyə başlayırıq. Necə olur? Видите, поэтому время очень важно. Да. Buna görə də biz anlayırıq ki, vaxt nə qədər vacibdir. И я задаю Богу вопрос, что мне делать в этом времени? Və mən Tanrıya başlayıram sual verməyə ki, bax bu vaxtda mən nə edim? Хорошие вопросы. Yaxşı sualdır. Теперь вторая вещь Və ikinci şey, как раз таки говорит об этом. Что я должен делать? bu haqda danışır ki, mən nə etməliyəm? Первое, как я должен подходить к своему времени. Birincisi, mən öz vaxtıma necə Bu birincisini dedim, ikincisini dedim, değil mi? Что я должен делать? yəni nə etməliyəm Второй mən? вопрос, который я себе задаю. Это второй пункт. Bu ikinci punktdur. Хорошо? Birincisi nə idi, Pasay? Первое, то, что мы сказали, это правильно подходить к своему времени. Öz vaxtına Как я использую свое время? düzgün yanaşmaq, yəni vaxtını necə istifadə etmək, bu birincisi idi. И когда я исполнен Духом, Və o zaman ki mən ruhla dolmuşam, тогда Дух ведет меня в onda моем времени. o vaxtımı ruh artıq aparmağa başlayır. И мое время становится эффективным и полезным. Və bu zaman mənim vaxtım başlayır daha effektiv, daha yararlı bir В vəzifə первую очередь для almağa. себя и потом отражается в жизни Və других. ilk öncə bu mənim özümə qarşı münasibətdə və sonra da ki ətrafdakılara qarşı. И теперь второе. Что я должен делать? Və ikinci şey ki, sual, mən nə etməliyəm? Вы знаете, мы как раз таки говорим как бы вокруг администрации, организации церкви. Да? Və biz Третий урок уже посвящаем этому. artıq üçüncü dərsdir ki, idarəçilik və təşkilat, kilsə idarəçiliyi və təşkilatına həsr etmişik bu dərslərimizi. И поэтому здесь очень просто как бы подходить к этим вопросам. Ona görə də bu suallara burada yaxınlaşmaq, yəni müraciət etmək çox asanlaşır. И поэтому первая опасность в этой структуре, как администрация и организация, Və bax bu strukturda olan ilk təhlükə, yəni ki, idarə etmə və мы təşkilatçılıq, можем так заняться этим, biz onunla o qədər dərin məşğul ola bilərik что мы ki, можем пройти мимо людей. biz insanların yanından sadəcə ötüb keçə То bilərik. есть мы можем забыть про людей. Yəni insanları unuda bilərik. Понимаете? Это должно быть первым. Amma bu ilk olmalıdır. И порой часто, допустим, это происходит. Və təəssüf ki, çox tez-tez belə hallar olur. У нас есть администрация, у нас есть организация, у нас есть проекты. Все идет очень организованно в нашей церкви. Və bizim idarəçilik sistemimiz var, bizim təşkilatçılığımız var, bizim proyektlərimiz var. Hər şey öz axarında, öz vaxtında И поэтому, gedir. когда я задаю Богу вопрос, что мне делать, Və o zaman ki mən öz Tanrıya sual verirəm ki, mən nə edə bilərəm? я иду к людям. Он говорит,
Люди являются важным в том, что ты делаешь. Və o deyir ki, bax sənin etdiklərinin içində ən vacibi insanlardır. Yəni mən insanların yanına getməliyəm. Понимаете? То есть, если мы посмотрим на жизнь Иисуса Христа, я думаю, что он очень организован был и в администрации, и в организации своей жизни. Но он всегда был с людьми. Правильно? Biz əgər İsa Məsihin həyatına baxsaq, biz görəcəyik ki, o çox təşkil olunmuş idi. Yəni onun həm idarə etmə sistemi vardı, həm təşkilatçılığı var idi, amma eyni zamanda o hər zaman insanların arasındaydı. Люди никогда не выходили из его фокуса. Yəni insanlar onun nəzərindən heç vaxt kənarda Он deyildilər. сидел с ними, O onlarla он исцелял otururdu, их, o он şəfa ходил к ним verir, домой, он Ev- стучался в двери, evlərinə on- gedirdi учил этому своих учеников. və buna da öz şagirdlərinə öyrədirdi. И мы молимся, чтобы Бог направлял нас. Və biz dua edirik ki, Tanrı bizi bax bu cür yönəltsin Мы слушаем Слово, мы размышляем və biz kəlamı Мы oxuyuruq, naблюдаем biz düşünürük, за водительством Бога. Tanrının idarə etməsinə nəzər salırıq, ona necə И baş поэтому verir. мы как бы не остаемся в своей коробке, Yəni ki, biz öz deyək ki, qutumuzun içində bağlanıb qalmırıq. то есть занятыми своей жизнью. Yəni ki, öz işlərimizlə, öz qayğılarımızla məşğul olmuruq. Понимаете? Я не должен заниматься самим собой. Mən özümlə məşğul olmalı deyiləm. Понимаете? Но что я делаю? Я отдаю свою жизнь Богу. Amma etdiyim şey o olur ki, mən öz həyatımı verirəm. Потому что на самом деле мы всю жизнь только и это делали, занимались самим собой. Çünki əslində bütün həyatımız boyunca biz elə özümüzlə məşğul Теперь olmuşuq. нечто новое произошло в нашей жизни. Lakin indi həyatımızda nəsə yeni bir şey baş И Бог verdi. хочет поменять наш фокус. Və budur, Tanrı bizim fokusumuzu dəyişmək istəyir. Понимаете? Но мы привыкли к этим вещам. Lakin biz bu köhnə şeylərə axı öyrəşmişdik. Это как бы вошло в нашу привычку, наш менталитет. Bu sanki bizim elə bir vərdişimizə çevrilmişdi də. И мы приходим, и, конечно же, мы думаем только о себе. Əlbəttə biz gəlirik, ilk öncə özümüz haqqında düşünürük. Но мы учимся от Бога. Lakin biz Tanrıdan Мы öyrənirik. наполняемся Его Духом. Biz onun ruhu ilə Мы doluruq хотим, чтобы Бог вел нас. və istəyirik ki, Tanrı bizi И aparsın. поэтому Павел говорит, теперь уже не я, но Господь. Və ona görə də biz görürük ki, Pavel deyir ki, artıq mən deyil, Rəbb var. И он уже не был занят самим собой, Və Pavel artıq özü ilə artıq məşğul deyildi. но он был занят людьми. Lakin adamlarla artıq məşğul idi. Потому что мы хотим наблюдать еще большую картину Божьего плана. Niyə? Çünki biz Tanrının planının daha böyük bir mənzərəsini görmək istəyirik. Как команда, Bir komanda kimi. которая düzdür? находится в церкви. Və o komandakı kilsənin И Бог içindədir. верил нам в служение. Və Tanrı bizə bu xidməti həvalə И edib. мне нужно видеть большую картину. Və mənə lazımdır, vacibdir ki, bu böyük mənzərəni görüm. И что в этой картине? Və bu mənzərədə nə var? Что делает Бог? Tanrı nə edir? Что происходит в теле Христа? Məsihin bədənində nə baş verir? Есть ли оживление в теле Христа? Məsihin bədənində canlanma varmı? Как мы достигаем других людей Biz başqa insanlara necə gəlib çatırıq? Христом? İsa Məsih vasitəsilə necə çatırıq? Как я назидаю тело Христа? Necə mən Məsihin bədənini dikəldirəm? Это хорошие вопросы, Bu yaxşı suallardır. потому что очень bыстро мы можем заняться самим собой. Və çox tez ola bilər ki, biz özümüzlə sanki məşğul olmağa başlayırıq. Или же вижу ли я нуждающихся людей в теле Христа? Və yaxud da ki, başqa cür, Məsihin bədənində biz ehtiyaclı insanları görə Как я могу bilirəm ki, позаботиться об этих людях? və bu insanların qayğısını necə qala bilərəm? Как мы можем позаботиться о том, чтобы верующие могли расти и становиться зрелыми в теле Христа? Və qlaqol какой там bu? Чтобы люди могли расти и становиться зрелыми в теле Necə Христа. edə bilərəm ki, Məsihin bədənində insanlar böyüyə bilərlər və yetkinləşə bilərlər Понимаете? Чтобы они могли возрастать в вере. ki, onlar imanda böyüyə bilərlər. Это хорошие вопросы. Bunlar çox И я vacib, верю, что это у нас происходит. vacib suallardır və inanıram ki, bunlar bizdə baş Мы verir. хорошо начали. Biz yaxşı başlamışıq. Но может прийти тот период, когда, как в том стихе сказано, да, проснись спящий. Amma o anlar, o zamanlar gələ bilər ki, sanki bu bənddə deyilən kimi, oyan ey yatmış, Воскресни из мертвых. ölülərdən diril.
Потому что одна из церквей находилась в таком состоянии, в Откровении. Çünki Одна из 7 церквей. 7 Я не помню, kilsədən какая. 7 kilsədən biri bax bu vəziyyətdə idi. Vəhiy kitabında yazılıb bu barədə. И поэтому очень хорошо, чтобы мы могли бодрствовать. Və buna görə də bizə vacibdir ki, biz oyaq dayanaq. И две вещи, в чем мы должны участвовать. Və iki şey ki, biz iştirak etməliyik. Это евангелизация и ученичество. Müjdəçilik və şagirdlikdir. Хорошо? Yaxşımı? Третий пункт. Üçüncü punkt. Как и где я это делаю? Harada və necə edirəm mən bunu? Понимаете? У нас не просто происходит собрание команды. Bizdə komanda toplantıları boş-boşuna baş vermir. У руководителя какой-либо команды в нашей церкви всегда должны быть идеи. Və rəhbərin hər zaman bir fikri, bir ideyası olmalıdır Как продвигать служение, ki, xidməti necə irəli aparsın не отключая из своего фокуса людей. və bu eyni zamanda da öz fokusundan insanları, yəni söndürməyərək, ayırmayaraq. И также, если у него нет идеи, то идея должна быть у членов команды. Əgər o rəhbərdə bir ideya yoxdursa, onda komanda üzvlərində ideya olmalıdır. Поэтому руководитель слушает членов команды. Bu səbəbdən də rəhbər komanda üzvlərinə qulaq asır. Их мысли, их идеи. Onların ideyaları, onların fikirləri. Может быть, их идея будет лучше, чем у ruководителя. Ola bilər ki, onların ideyaları rəhbərin ideyasından nə Вполне olsun, yaxşı возможно. olsun. Бог говорит с нами, правильно? Düzdür, Tanrı mümkündür ki, bizimlə danışsın. Или же их идея может быть lучше вашей идеи. Ola bilər ki, onların ideyaları sizin ideyalardan И не yaxşıdır. должно быть вот этой revности. Və bu qısqanclıq olmamalıdır. Иногда в командах бывают такие перепалки из-за идей. İdeya Каждый думает, что их идея самая лучшая. və bəzən ideyalar üzərində, komanda daxilində elə değişmələr olur ki, hər kəs fikirləşir ki, onun ideyası hamısınınkindən Но у yaxşıdır. нас есть смирение перед Богом. Amma bizim Tanrı qarşısında Мы həlimliyimiz var хотим, чтобы Бог говорил. və istəyirik ki, Tanrı И danışsın. Бог будет говорить через людей. Və Tanrı insanlar vasitəsilə də И danışacaq. руководитель должен быть готов к этому. Və rəhbər də buna hazır olmalıdır. Понимаете? Не всегда ruководитель должен давать идеи. Bu belə də olmamalıdır ki, hər zaman rəhbər ideya versin. И мы находимся как бы в спящем режиме. Biz hamımız Режим полета. avto rejimdə, yəni yatma rejimində düşmüşük. Но Бог говорит, встань, воскресни из мертвых. Yəni Tanrı isə deyir, oyan, ölülərdən diril. Понимаете? И у нас есть огонь в нашем сердце. Bizim ürəyimizdə də bir alov yanır. И потому что мы хотим, чтобы наше служение, чтобы было качественной. Və istəyirik ki, bizim xidmətimiz çox canlı olsun, belə keyfiyyətli olsun. И на самом деле это дело, это не наше дело, но это Божье дело. Əslində bu heç bizim də işimiz deyil, lakin Tanrının И işidir. мы являемся орудием в Его руках. Мы доступны, Və biz də onun əlində bir alətik, biz как əlçatanıq, служители. bir xidmətçilər kimi. Как семья мы хотим, чтобы сделать в команде самое лучшее. Və bir ailə kimi biz istəyirik ki, komandada ən yaxşısını eləyək. И желать команде и служению самое лучшее. Правильно? Və komandaya və xidmətə ən yaxşısını arzuluyuruq. Поэтому мы используем хорошие идеи, Bu səbəbdən biz yaxşı ideyaları istifadə edirik чтобы Царство Божие, оно продвигалось. ki, Tanrının padşahlığı irəli getsin. И как мы можем взять эту идею? Və biz bu ideyanı haradan tapırıq? Мы приходим к Господу, потому что у Бога есть очень много idей. Biz gəlirik Tanrının yanına, çünki onda çoxlu ideyalar Мы var. молимся и размышляем вместе с Богом. Və biz Tanrı ilə bərabər düşünürük. И это все находится в Его совершенном плане. Və bütün bunlar onun kamil iradəsindədir. И мы, как зрелые верующие, мы хотим, чтобы ничего не выходило из Его совершенного плана. Və bir yetkin imanlar kimi biz istəmirik ki, heç bir şey onun bu kamil planından kənara çıxsın. Чтобы все было dуховно. Ki hər şey Понимаете? ruhani baş И все versin. было бы от Господа. Ki hər şey Tanrıdan olsun. Потом, четвертая вещь. Və dördüncü şey, В администрации
И в организации важны приоритеты. İdarəetmə və təşkilatda prioritetlər vacibdirlər. Понимаете? Если мы хотим что-то сделать, Əgər biz nəyisə etmək istəyiriksə, то задаем вопрос, что важно. soruşuruq ki, nədir Мы vacib? можем иметь различные идеи, проекты, но нам нужна последовательность. Və bizə maraqlıdır proyektlər, ideyalar, amma bizə ardıcıllıq lazımdır orada. И поэтому мы уделяем этому время Buna görə də biz buna vaxt и ayırırıq определяем путь, по которому нам идти. və o yolu təyin edirik ki, hansı yolla biz getməliyik. Что должно быть первым, что Да. должно быть в январе, что должно быть в марте. Birinci nə olmalıdır? Deyək ki, yanvarda nə baş verməlidir, martda nə baş Или в verməlidir? организации какого-то проекта, что должно стоять на первом месте. Və yaxud ki, proyektin təşkilində birinci yerdə nə dayanmalıdır? И поэтому, если я не могу выполнить это задание, Bu səbəbdən də əgər mən bu tapşırığı yerinə yetirə bilmirəmsə, вполне возможно, что неправильный приоритет, то есть неправильно выставлены приоритеты. çox mümkündür ki, demək prioritetlər, yəni düzgün təyin olunmayıb. И поэтому в команде руководитель должен ставить правильные приоритеты. Bu səbəbdən də komandada rəhbər prioritetləri öz yerlərinə oturtmalı. И у Yəni ki, него есть видение от Бога, как он видит этот проект выполненным. və onun Tanrıdan bir nəzəri var ki, bax bu proyekt necə yerinə yetəcək. И мы, как тело, то есть или часть команды, мы позволяем руководителю, чтобы он использовал нас. Və biz bir komanda üzvləri kimi rəhbərə icazə veririk ki, bizdən istifadə eləsin. Но когда он использует, ruководитель не должен быть как менеджер, но он должен быть пастором. Amma onları istifadə edərkən rəhbər də bir menecer olmalı deyil, lakin pastor kimi Мы olmalıdır. уже говорили на прошлый урок об этом. Biz keçən dərsdə bu haqda danışırdıq. Потому что не важен, проект это важен, но люди, они важнее. Yəni ki, sözümüz ondadır ki, proyekt vacibdir, amma insanlar ondan da vacibdir. Понимаете? Жизнь человека важнее. Anlayırsınız? Жизнь человека важнее. İnsanın həyatı vacibdir. И потом, когда этот проект исполняется, важно, чтобы мы могли бы обсуждать. Məndən başqa heç kəs danışmasın orada. Yine ona sesini kessin. Мы должны обсуждать. Есть время обсуждений. Biz müzakirə etməli, yəni müzakirə zamanı olmalıdır. Как проект был выполнен. Ki proyekt necə yerinə yetirildi Понимаете? И почему мы это делаем? və nə üçün biz bunu edirik? Это, во-первых, не должно быть в духе критики. Yəni ki, bu o ifşa ruhunda olmalı deyil. Yəni, Но нам kritika нужно deyil. знать sильные и слабые stороны. Amma biz güclü və zəif tərəfləri başa düşməliyik bu. Потому что мы хотим, чтобы наше служение было эффективным. Çünki biz öz xidmətimizin effektiv olmasını istəyirik. И для чего мы это хотим? Чтобы в следующем году, в следующий раз, например, если мы возьмем организация праздника Рождества. Məsəl üçün də biz bunu nə üçün edirik? Çünki gələn dəfə, məsəl üçün, gələn tədbirdə, deyək ki, milad tədbiridir. Чтобы это было лучше сделано. Ki bu daha yaxşı edilsin. Чтобы мы не продолжали бы строить велосипед каждый год. Ki hər il biz yenidən velosiped icad etməyək. Но мы обсуждаем. Amma biz müzakirə Мы edirik видим, что не получилось, что получилось. ki biz öz səhvlərimiz üzərində öyrənirik ki, nə alındı, nə alınmadı. Может быть, и приоритеты должны быть поставлены правильно, Ki bəlkə də prioritetlər də düzgün təyin чтобы olunmalıdır была эффективность. ki effektivlik olsun. Понимаете? И поэтому очень важно, Bunun что üçün də мы, когда выполняем какое-то задание, Bunun üçün də çox vacibdir ki, əgər hər hansı bir tapşırığı yerinə мы yetiririksə, должны поставить приоритеты, biz prioritetləri təyin edirik, цели и сроки, məqsədləri və müddəti təyin edirik чтобы довести дело до конца. ki, işi sonuna çatdıraq. Может быть такой момент, Ki, belə bir an ola bilər ki, belə məqam ola bilər ki, если, допустим, мы не делаем, то мы говорим это прямо.
Əgər biz как член команды. nəyisə etmiriksə və biz bunu birbaşa olaraq deyirik, bir komanda üzvü kimi. Но если мы взяли это делать, то мы это делаем. Lakin biz əlimizi bulaşdırmışıqsa, bu işi götürmüşüksə, biz bunu eləyirik axıra qədər. Доводим его до конца. Onu Правильно? sona çatdırırıq. И в этом случае нет извинений, на самом деле. Və bu halda da heç bir üzrxahlığa yer yoxdur. Потому что все, что мы делаем, как написано также в Ефесянах, если мы продолжили бы читать 5 главу, все, что мы делаем это для Господа. Və Efeslilərə 5-ci fəsildə dedik ki, yəni davam etsəydik oxumağa, sanki biz nə ediriksə bunu Rəbb üçün etmiş oluruq. Это практическая христианская жизнь. Və bu praktiki xristian həyatıdır. И поэтому мы, если мы беремся, мы делаем. Если мы не делаем, то мы говорим об этом. Что я не могу делать, или же у меня есть причины, почему я это не делаю. Biz əgər məsəl üçün eləyəcəksə biz onu götürürük və eləyirik. Əgər eləməyəcəksə biz onu bəri başdan deyirik ki, nə üçün etmirəm və səbəbi də bax budur. И еще одна вещь. Если Növbəti есть şey, какой-то проект, который мы делаем, proyekt var ki biz edirik, мы хотим довершить его до конца. biz onu sona çatdırmalıyıq. Потому что тот проект, который не довершен до конца, Və çünki o proyekt ki sona çatmayıb и он не исполнен, və o yerinə он yetirilməyib, будет влиять на нас. o bizə təsir eləyəcək. Он будет разочаровывать нас. O bizi məyus edəcək. Но когда мы на самом деле с Богом и Lakin biz, делаем это в Божьей силе, то тогда это обязательно получится. əgər biz Tanrıdayıqsa və hər şeyi Tanrının gücü ilə ediriksə, onda həqiqətən də hər şey alınacaq. Потому что у него есть обеспечение, ресурсы для этого. Çünki Tanrıda bunun üçün həm təminat var, həm də ki resurslar var. И пятая, последняя вещь. Və 5-ci və sonuncu bir şey, Эффективное принятие решений. qərarın effektiv olaraq qəbul edilməsi. Мы должны принимать решения. Biz qərarlar qəbul etməliyik. Потому что пока вы не принимаете решения, пока мы не принимаем решения, Çünki o zamana qədər ki, hələ siz qərar qəbul etmirsiniz və ya da biz qərar qəbul мы никуда etmirik, не отправимся. biz Правильно? heç bir yerə hərəkət edə bilməyəcəyik. Эффективное принятие решений. Qərar qəbul etmənin effektivliyi. И, конечно, мы все с вами знаем, если мы не будем принимать решения, то мы никуда не пойдем. Və əlbəttə biz hamımız anlayırıq ki, biz əgər qərar qəbul etməsək, biz heç yerə tərpənən deyilik. Понимаете? В любом своем действии. Будь Həyatımızın это проекты, будь это миссии или же что-то связанное со служением. hər hansı bir planda, deyək ki, bu missiyalar olsun, xidmət olsun və s. И интересно, что люди не любят принимать решения. Və maraqlısı odur ki, insanlar qərar qəbul etməyi xoşlamırlar. Потому что есть ответственность. Çünki cavabdehlik И vardır. есть последствия, конечно. Əlbəttə ki, bunun nəticəsi də var. И поэтому по благодати Бога мы принимаем решения. Və buna görə də Tanrının lütfü ilə biz qərarlar qəbul edirik. И берем ответственность. Və biz cavabdehliyi И götürürük. когда мы это делаем по вере, мы понимаем, что Бог, Он идет впереди нас. Он делает дела. Və biz qərarlar qəbul edəndə artıq anlayırıq ki, Tanrı bizdən qabaqda gedir və o görür işləri. И у нас есть радость в этом, потому что Бог дает нам силу для этого. Və bunda da bizim sevincimiz var, çünki Tanrı bunu bizə verir. Как в первой главе Деяний, в 8 стихе, да? Necə ki, Həvərlərin işlərinin 8-ci fəslində, 1-ci fəslin 8-ci bəndi. Иисус сказал, что примите силу Святого Духа и будете мне свидетелями, начиная от Иерусалима до края земли. Müqəddəs ruhu gücünü qəbul edərək Yerusəlimdə və dünyanın sonuna qədər mənə şahidlik edəcəksiniz. Понимаете? И им нужно было принять решение Və onlara qərar qəbul etmək lazım idi в этот момент. Решение по bu вере. anda. Встать и пойти. Və qalxmaq və getmək. И потом, когда они это сделали, Və o zaman ki onlar bunu мы etdilər видим деяния апостолов. və həvarilərin görür, Мы işlərini видим, görür как Дух работал, və ruhun işini görür. какая сила была там. Правильно? Hansı qüdrəti var idi orada. И поэтому мы бываем эффективны тогда, когда команда, каждый член команды находится на своем месте, как мы уже говорили. Və effektivliyi o zaman görürük ki, o zaman ki komandanın hər bir üzvü öz yerindədir. И он делает дело,
делает работу, və o öz işini yerinə yetirir. доверяя Богу. Tanrıya etibar edərək. Хорошо? Аминь. Yaxşı. Amin.